Salam, hər vaxtınız xeyir olsun. Bugün gözəl görünüşlü, çox dadlı, yumuşaq, hər kəsin hazırlaya biləcəyi qozlu tort resepti bölüşürəm. Qaba 5 ədəd yumurta, 1 çimdik duz əlavə edib mikserlə qarışdırıram. 1 stəkan şəkər tozunu da hissə-hissə əlavə edirəm üzərinə. Bunları da tam ağarana qədər qarışdırıram. Qeyd edim ki, bütün ərzaqlar otaq temperaturasındadır. Şəkər tozu ilə yumurtanı tam ağarana qədər qarışdırdıqdan sonra üzərinə 140 qram, onun üzərinə 1 xörək qaşığı qabartma tozu əlavə edib qarışdırıram. Bunu da ələkdən keçirdirəm. Üzərinə 1 stəkan da xırda doğranılmış qoz əlavə edib bunu qarışdırıram tam həll olana qədər. Altından yuxarıya doğru ehtiyatlı bir şəkildə qarışdırıram ki, yumurta sönməsin. Biskviti bişirmək üçün 24 santimlik qaba əlavə edirəm. Qabın hər tərəfini xəmiri düzləşdirdikdən sonra 170 dərəcədə 50-60 dəqiqə bişirirəm. Bişib soyduqdan sonra qabdan çıxardıram. Üzərinin yumuşaq hissəsini ayırıb kənarı üçün ovuntu edəcəm. Biskviti isə 3 hissəyə ayırıram. Biskviti 3 hissəyə ayırdım. Üzərindəki nazik qatı isə kənarı üçün ovuntu edirəm. İçi üçün gavalıdan da istifadə edirəm. Gavalının üzərinə ilıq su əlavə edib qoyuram 15-20 dəqiqə islansın. Qoz doğrayıram. 300 qram gavalı, 100 qramsa qozdan istifadə edirəm. Yenə də videonun altına dəqiq ölçülərdə resept qeyd edəcəm. Gavalını da nazildib doğrayıram xırda şəkildə. Krem üçün xamadan istifadə edirəm. Xamanın üzərinə vanilin və şəkər pudrası əlavə edib qarışdırıram. 800 qram 22%lik xamadan istifadə edirəm. Krem də hazır olduqdan sonra başlayıram tortu yığmağa. Biskviti kənara açılan qabın içərisinə yerləşdirib kremləyirəm. Hər qatına gavalı və qoz əlavə edirəm.
Bu şekilde saxlayıram. Tort özünü tutsun 1-2 saat. Daha sonra qabdan çıxardıram. Üzərini və kənarını da kremləyirəm. Kənarını hazırladığım ovuntu ilə örtürəm. Üzərini isə zövqə görə qoz və gavalı ilə bəzəyə bilərsiniz. Tort artıq hazırdır. Gözəl görünüşlü, yumuşaq, çox dadlı tort alınır. Videonu bura qədər izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Bu tortu hazırlayıb mütləq yoxlayın. Gavalı, qoz və xamanın uyumluluğu çox möhtəşəm dad ortaya çıxarıb. Yeyən hər kəs bunu çox bəyənəcək. İnanılmaz ləzzətli tortdur.